533 nömrəli tam orta məktəbin hazırladığı və milli irsimizin ən zəif nümunələrindən biri olan Kəlağayıya həsr olmuş videoçarxda salamlayırıq. Bugün biz Kəlağayın tarixini, onun üzərindəki rəng və naxışların mənasını və Azərbaycan qadının həyatında oynadığı xüsusi rolu daha yaxından təqdim edəcəyik. İndi isə gəlin, məktəbimizin müəllimlərinə yaxınlaşaq və Kəlağayı ilə bağlıların fikirlərini eşidək. Kəlağayı hər zaman Azərbaycanın şux, nazlı qəmzəli, gözəl xanımlarının gözəlliyinə gözəllik qatan bir simvolik başörtüyü olmuşdur və xanımlarımızın bu gözəlliyi, şairlərimiz öz qələmlərində, aşıqlarımız öz musiqilərində Kəlağayının simvolik işarələrindən hər zaman cəmiyyətə çatdırmışdır. Kəlağayının ilkin formaları Qafqaz Albaniyası dövründə təxminən eramızdan əvvəl 1-ci minillikdə formalaşıb. Orta əsrlərdə isə ipək başörtüyü kimi geniş yayılıb və 6-cı, 8-ci əsrlərdə Şəki, Şamaxı, Gəncə Kəlağayının əsas mərkəzlərinə çevrilib. Bugün isə Kəlağayı həm milli irsimiz, həm də UNESCO-nun qoruduğu dəyərli mədəniyyət. Kəlağayı harda hazırlanır? Kəlağayı əsasən Azərbaycanın qədim mərkəzlərindən olan Bərdə, Şamaxı, deməli, Şəki və Gəncədə istehsal olunurdu. Azərbaycanın ən məşhur Kəlağayı ustaları da məhz bu bölgələrdən yetişmişdir. Bunların içərisində ən məşhurları Şəki ipəyi və Şəki Kəlağayısıdır ki, bu da özünün həssaslığı ilə biruzə verir. Bir də Azərbaycan xalqının Kəlağayı həmişə qeyrət, namus simvolu kimi qadınlarımızda, abır ismət simvolu kimi qadınlarımızda götürülür. Və Azərbaycan xanımları həqiqətən də Kəlağayı da onlara yaraşır. Bu bizim milli bir geyim tərzimizdir. Kəlağayının saf olduğunu nədən bilirik? Əgər bir ipəkdən hazırlanmış kəlağayını qızıl üzükdən bir başından tutaraq bu vəziyyətdə keçirsək, üzük axıra qədər ilişmədən yerə düşürsə, deməli kəlağayımız saf ipəkdən hazırlanırdı. Saf ipəkdən hazırlanmış kəlağayı ən gözəl, ən keyfiyyətli kəlağayı hesab olunur. Kəlağayı niyə məhz ipəkdən hazırlanır? Çünki ipək rahat nəfəs almaq üçün sərin bir materialdır. O, qışda isti saxlayır, yayda sərin saxlayır. Ona görə Kəlağayı əsrlər boyu yalnız ipəkdən toxunur. Kəlağayı Azərbaycan qadınının həyatında təkcə bir başörtü deyil, milli kimlik, zəriflik, ailə dəyərləri və qadınlığın rəmzi kimi mühüm rol oynayır. Onun əhəmiyyəti həm gündəlik həyatda, həm də mərasimlərdə özünü göstərir. Kəlağayının naxışlarının mənaları nə deməkdir? Kəlağayının üzərindəki hər bir naxış rəmz və mənaları daşıyır. Butalar, sevgi, həyat və bərəkət. Günəş, nur, işıq, xoşbəxtlik. Çınar yarpağı, güc və davamlılıq. Sarmaşıq və çiçək, təbiət və qadın zərifliyi. Kəlağayı təkcə parça deyil, rəmzlərdən ibarət bir dildir. Kəlağayı hansı mərasimlərdə istifadə olunur? Gəlin başörtüyü, nişan xonçasının bəzəyi, şadlıq toy adətləri, ananın qızına verdiyi yadigar, xalq musiqiçilərinin səhnə aksesuarı. Hər Kəlağayı bir ailənin və nəslin qadınlarının səssiz hekayəsidir. Kəlağayı zəriflik və qadın saflığını rəmzidir. Göy və yaşlı rəng ruhuma daha çox oxşayır. Çünki hər ikisi təbiət və səmadan doğan bir sakitlik daşıyır. Kəlağayının rənglərinin mənası nədir? Qırmızı rəng gəncliyi, sevinci, enerjini simvolizə edir. Adətən toylarda, bayramlarda, şənliklərdə istifadə olunur qırmızı rəng. Bu gün də Kəlağayı günü olduğuna görə mən bu rəng kəlağayımdan istifadə elədim. Azərbaycan xanımına yaraşan bir örpəkdir və qırmızı rəngi ona görə bugünkü məxsus olaraq Kəlağayı günü olduğuna görə istifadə eləmişəm. Bənövşəyi rəng, zənginlik, ləyaqət və xanımlıq simvolu. Kəlağayıda olan yaşıl rəng bahar rəmzinə, xalqımızın yaşıllaşmaq ürəyində, ruhunda yaxşı, xoş təəssürat bağışlayan insanlar yaşıl rəngə meyilli olur, yaşıl rəngi sevirlər. Kəlağayı da qədim bir başörtüyü olduğuna görə, qədimdən bəri bizim xalqımızın simvolu olan başörtüyü
xanımlarımız, əsasən də orta yaşlı xanımlarımızın başında olan yaşıl rəngli kəlağaylar elə bundan irəli gəlir. Həm də belə götürəndə biz İslam dininin altında yaşayan bir ölkəyik, İslam dinidir ölkəmiz. Yəqin ki, bundan da irəli gəlir. Ona görə də yaşıl rəngə bu qədər Azərbaycan xanımları üstünlük verir. Göy rəng sakitlik, paklıq və qorunma rəmzidir. Ənənəyə görə gündəlik istifadə üçün uyğundur. Bəzi bölgələrdə mavi kəlayağı göz dəyməsi inancı ilə bağlıdır. Ağ saflıq və paklıq rəmzidir. Toylarda və bayram mərasimləri üçün uyğun hesab olunurdu. Bu video rolikin məqsədi sizə kəlağayın təkcə bir parça ipək deyil, xalqımızın ruhunu, tarixini və zərifini yaşadan bir dəyər olduğunu təqdim etmək edir. Milli irsimizi yaşadaq, tanıyaq və gələcək nəsillər sevgi ilə ötürək.